Mövzumuz həndəsi fiqurlar, onların sahəsi və həcmi. Tərəfi 6 və 8 olan paralleloqramın perimetrini tapın. Perimetri deməli P bərabərdir 2 vurulsun A üzərinə gəlsin B olduğuna görə yazırıq ki, 2 vurulsun 6 üzərinə gəlsin 8, 14, 2-ni də 14-ə vururuq, 28 edəcək. D variantı. Tərəflərin nisbəti 3/5 nisbəti olan düzbucaqlının perimetri 48-dir. Düzbucaqlının perimetri də P bərabərdir 2 vurulsun A plus B düsturu ilə hesablanır. Deməli, yazarıq bizə burada 2 vurulsun 3x üzərinə gəlinsin 5x bərabərdir 48-ə. Aha, buradan tapsaq 8x bərabərdir. 48-i 2-yə böləndə 24. X də bərabərdir 3-ə. Kiçik tərəf 3 vurulsun 3 olacaq. Yəni 9. Burada cavab C bəndi olmuş olacaq. Tərəfi 8 olan rombun perimetrini tapın. Rombun perimetri P bərabərdir 4A-ya. Bizdə A-nın qiyməti də 4 vurulsun 8 olur. Bərabərdir 32 sm. Oturacaqları cəmi 20 olan, yan tərəflərin cəmi isə 16 olan trapesiyanın perimetrini tapın. Deməli, bütün tərəflərin cəminə bərabərdir perimetr. Yəni 20 ilə 16-nı toplayırıq. Eləyəcək 36. A variantı. Perimetri 84 cm olan dördbucaqlının tərəfləri nisbəti 2/3/4/5 kimidir. Bu dördbucaqlının ən böyük tərəfini tapın. Deməli, necə həll edirik? Nisbət olduğuna görə yazırıq 2x, üzərinə gəlsin 3x, üzərinə gəlsin 4x, üzərinə gəlsin 5x bərabərdir 84-ə. Bunları toplasaq, bizə verəcək deməli 14x bərabərdir 84, x də bərabərdir 84-ü 14-ə bölürük, eləyir 6. Bizdən də ən böyük tərəfini soruşduğuna görə 5x-i götürəcəyik. 5-i vururuq 6-ya, 30 edəcək. Cavab C bəndi. 6-cı suala baxırıq. 6-cı sualda bizə bildirir ki, tərəflərindən biri 5 cm və perimetri 24 cm olan paralleloqramın digər tərəfini tapın. Bunu tapmaq üçün yazırıq. Yenə də düsturumuz nə idi? Hər dəfə yazıram ki, yaddaşınızda qalsın. 2 vurulsun, A üzərinə gəlinsin B. Deməli, bizdə A-nın qiyməti verilib 5-dir. Üzərinə gəlinsin B, vurulsun 2, bərabərdir 24-ə. 24-ü 2-yə böldükdə 12, 5 üzərinə gəlinsin B bərabərdir 12-yə, B də bərabərdir 7-yə. Deməli, tərəfimiz olacaq 7. 7-ci suala baxırıq. Perimetri 30 cm olan rombun tərəfini tapın. Deməli, rombun perimetri neçə idi? P bərabər edir 4A-ya, düzdürmü? 4A bərabərdir 30 yazsaq, A da bərabərdir 30-u bölərik 4-ə. 30-u 4-ə böləndə cavab eləyəcək 7,5. C variantı. 8-ə baxırıq. 3 tərəfinin cəmi 24 olarsa kvadratın perimetrini tapın. Biz bilirik ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Əgər 3 tərəfinin cəmi deyirsə, 3A bərabərdir 24-ə. A da bərabərdir 8-ə. Perimetri P bərabərdir 4A olduğuna görə 4-ü vururuq 8-ə. 32 edəcək. Yəni, perimetr 32 cm. 9-a baxırıq. Perimetri 48 cm olan düzgün altıbucaqlının tərəfinin uzunluğunu tapın. Düzgün altıbucaqlının bütün tərəflər bir-birinə bərabər olduğundan 6A bərabərdir 48 götürürük. A da bərabərdir 6-ya. Ay, yox, 48-i böləndə 6-ya 8. Cavab D bəndi. 10-cu suala baxırıq. Tərəfi 13,5 olan kvadratın perimetrini tapın. Yenə də P bərabərdir 4A-ya. 4-ü vururuq 13,5-ə. Eləyəcək bizdə 54-ə. Yəni, variantımız A olacaq. Perimetri 60 cm olan paralleloqramın tərəfləri 2/3 nisbətindədir. Paralleloqramın kiçik tərəfini tapın. Yenə də yazırıq 2 vurulsun. 2x üzərinə gəlsin 3x
bərabərdir 60-a. 60-ı 2-yə bölürük biz 30. 5x bərabərdir 30-a. X də bərabərdir 6-ya. Kiçik tərəf 2x olduğuna görə 2 vurulsun 6 olacaq. Bərabərdir 12-yə. D variantı. 12-ci sual. Tərəfi 19,5 olan kvadratın perimetrini tapın. P bərabərdir yenə də 4 vurulsun 19,5 bərabərdir 70. Deməli, vuranda 78. Bəli, cavab A-bəndi. Perimetri 94 cm olan düzbucaqlının eni uzunluğundan 15 cm kiçikdir. Düzbucaqlının eni və uzunluğunu tapın. Deməli, biz yazsaq ki, 2 vurulsun, biri x götürsək, digəri isə bundan 15 cm kiçikdirsə, yəni x plus 15 yazaq. Və yaxud da ki, x minus 15 də yaza bilərik, fərqi yoxdur. Bərabərdir 94-ə. Buradan hesablasaq 2x üzərinə gəlsin 15. 94-ü 2-yə də böləndə 47. 2x də bərabərdir. 47-dən 15-in çıxanda 32. X də bərabərdir 16. Deməli, x-imiz 16-dırsa, digər tərəfi isə 16 üzərinə gəlsin 15 götürür, eləyir 31. Variantımız olacaq A bəndi. 14-cü suala baxırıq. ABCD düzbucaqlısının perimetrini tapın. Baxın dostlar, deməli o n 7-dirsə, biz buradan buranı birləşdirsək, burada 7 olacaq, bütöv uzunluğu isə 14 olacaq, buranı 14 götürürük. Bura 4-dirsə, digər tərəfdə olacaq bizdə 4, deməli uzunluğumuz, enimiz də olacaq 8. Alınan düzbucaqlının perimetri olacaq, P bərabərdir, 2 vurulsun, 14 üzərinə gəlsin, 8. Eləyəcək cavab 44. C variantı. Ölçüləri 35-20 olan parkın 4 tərəfi boyu aralarındakı məsafə 5 metr olmaqla dirəklər basdırılmışdır. Cəmi neçə dirək basdırılmışdır? Perimetrini tapırıq. Yenə də burada düzbucaqlının P bərabərdir nəyə? 2 vurulsun, 35 üzərinə gəlsin, 20-yə. Bu da bizə verir 75. 75-i də 2-yə bölsə, 75-i də 2-yə vursaq, 150. Ha, 35, 20, 55 eləyir. 55-i də 2-yə vurduqda isə bizdə alınacaq 110. 110-u da bölürük biz 5-ə. Hər 5 metrdən biri olduğuna görə cavab olacaq 22. A bəndi. Aşağıdakılardan hansı düzgün çoxbucaqlıdır? Düzgün çoxbucaqlı biz bilirik ki, tərəfləri bir-birinə bərabərdir. Bütün tərəfləri bərabər olmalıdır. Burada bizdə cavab düzbucaqlı, üçbucaq deyil. Müxtəlif tərəfli də ola bilər. Yəni, bərabər yanlı ola bilər uzağı. Bərabər yanlı üçbucaq yan tərəfləri bərabərdir. Bərabər tərəfli üçbucaqda isə bütün tərəfləri və bucaqları bərabər olur. Cavab D bəndi. Aşağıdakılardan hansı düzgün çoxbucaqlıdır? Deməli, düzgün çoxbucaqlı hansıydı? Bütün tərəfləri və bucaqları bərabər olan. Burada paralleloqram qarşı tərəfləri bərabərdir. Düzbucaqlı qarşı tərəfləri bərabərdir. Rondda da bütün tərəflər bərabərdir. Amma bucaqları fərqlidir. Biri iti, biri kördur. Ona görə götürə bilmərik. Bəli, bizim cavabımız olacaq kvadrat. Kvadratın bütün tərəfləri bərabərdir və bucaqların hər biri 90 dərəcədir. Düzgün 5 bucaqlının tərəfi 12 isə perimetri. Düzgün söhbəti varsa, deməli 12-ni vururuq 5-ə, eləyəcək 60. Cavab B bəndi. 19-cu suala keçirik. 4 tərəfi var, 4 düz bucağı var, qarşı tərəflərdə paraleldir. Deməli, bu düzgün çoxbucaqdan söhbət gedir. Cavabımız olacaq kvadrat. B bəndi. Tərəfin uzunluğu 10 cm olan düzgün altı bucaqlı şəkildə göstərildiyi kimi bərabər tərəfli düzbucaq kəsilib götürülmüşdür. Alınan fiqurun perimetrini tapın. Deməli, götürülübsə bu tərəflərin hər biri bir-birinə bərabər olacaq. Baxın. Bərabərdirsə, burada 7 alınıb. 7 dənə tərəf. Deməli, 7-ni də biz ona vuracaq. 70 eləyəcək. Bəli. 21. Tərəfin uzunluğu 3, 15, 20, 28, 10 trapesiyanın perimetri dedikdə tərəflərinin cəmi. Yəni, 3 üzərinə gəlsin 15.
üzərinə gəlsin 20, üstə gəlsin 28. Bu bizə verəcək 18, 38, 66. Cavab D-bəndi. Murad hər səhər tərəfinin uzunluğu bir tərəfinin uzunluğu 100 metr düzbucaqlı şəklində parkın ətrafında qaçır. O parkın kənarı ilə 4 dəfə dövr edirsə 1,8 kilometr qaçmış olar. Parkın digər tərəfinin uzunluğunu tapın. Deməli, bizə bir tərəfin uzunluğu verib və 4 dəfə dövr eləyir. Bu 4 dəfə dövr eləyib 1,8 kilometr qaçırsa, biz əvvəlcə neyək? Tapaq bir dövr ərzində neçə kilometr yol getdiyini. Əvvəlcə biz kilometri nəyə çevirəcəyik? Metrə çeviririk. 1,8-i çeviririk, kilometri çevirirəm metrə. 1 kilometrimiz 1000 metrdir. 1000-i 1,8-ə vuranda 1800. 1800 metr. Deməli, 4 dövrə 1800 metrdirsə, bir dövrə nə qədər olacaq? Bəli, 1800-ü böləcəyik 4-ə. Aha, 4-ə böldükdə, deməli, 4, 16, 25. 450 metr olacaq. Deməli, bu 450 metr gedibdir və düzbucaqlı şəklindədirsə, burada bunun perimetri 450 sayılacaq. Yəni, biz 2-ni vuracağıq. 100 üzərinə gəlinsin, x bərabərdir 450. 450-ni 2-yə böləndə 225, 100 üzərinə gəlsin, x bərabərdir 225-ə, x də bərabərdir 125 olacaq. Bəli, bizim cavabımız olacaq, D bəndi olmuş olur. Bizə nə dedik? Uzunluğu 8 və eni 4 cm olan düzbucaqlı tərəfi 2 cm olan neçə kvadrat lövhə yerləşir? Burada sahədən istifadə edirik. Düzbucaqlının sahəsi, deməli, düzbucaqlının sahəsi eni ilə uzunluğun hasilidir. 8 vurulsun 4, 32 eləyir. Kvadratın sahəsi, deməli, 2-ni 2-yə vururuq biz. Eləyir 4. Və bizə neçə kvadrat lövhə yerləşərsə, 32-ni də bölürük biz 4-ə, eləyəcək 8. Cavab C bəndi. Tərəfi 8 cm olan kvadratın sahəsini tapın. Kvadratın sahəsi dediyimiz kimi S bərabərdir A kvadratıdır. 8-in kvadratı 64. A bəndi. 25. Tərəfi 6 cm olan kvadratın sahəsi S bərabərdir 6-nın kvadratı 36 kvadrat santimetr. Perimetri 28 cm olan kvadratın sahəsini tapın. Yəni biz burada yazacağıq 4A bərabərdir 28. A da bərabərdir 7-yə. Sahə də bərabərdir 7-nin kvadratı. Yəni A kvadratı 49 kvadrat santimetr. 3 tərəfinin cəmi 36 cm olan kvadratın perimetrini tapın. Buna aid işləmişdik. Yenə həmənki qayda ilə kvadratın tərəfləri bərabər olduğuna görə 3A bərabərdir 36, A da bərabərdir 12. Perimetri, burada bizdə perimetri yox, sahəni soruşur. Sahə. Deməli, S də bərabərdir 12-nin kvadratı eləyəcək 144. A bəndi. Perimetri 36,8 olan kvadratın sahəsini tapın. Yenə də yazarıq 4A bərabərdir 36,8. A da bərabərdir 9,2. S də bərabərdir 9,2-nin kvadratı. Bizə verəcək 84,64 kvadrat santimetr. Yəni C bəndi. Tərəfləri 8 və 7 cm olan düzbucaqlının sahəsini soruşur bizdən. Düzbucaqlının sahəsi eni ilə uzunluğun hasilini. Yəni S bərabərdir 8 vurulsun 7, 56 cm. Tərəflərin nisbəti 4/7 olan düzbucaqlının perimetri 110-dur. Perimetri 110-dursa, yenə perimetr düsturundan istifadə eləsək, 4x üzərinə gəlsin, 7x vurulsun 2 bərabərdir 110-a. 11x vurulsun 2 bərabərdir 110. Deməli, buradan da x də bərabərdir 5-ə. Deməli, tərəfləri tapsaq, bir dəfə 4-ü 5-ə vuracaq.
20. Bir dəfə də 7-ni vuracağıq 4-də, yox 5-ə. 5-ə vururuq 35. Sahə dediyinə görə də 20-ni vururam 35-ə, eləyəcək 700. Yəni cavabımız 700 kvadrat santimetr, burada kvadrat olmalıdır. Cavab C-bəndir. Sahəsi 54 kvadrat santimetrdən düzbucaqlığın uzunluğu 9-sa enini tapın. Deməli, sahə verilib, uzunluğu verilib, eni soruşursa biz 54-ü, bəli, 54-ü bölürük 9-a. Cavab eləyəcək 6 santimetr. Otağın eni 420 santimetr, uzunluğu isə 6 metrdir. Bizdən otağın sahəsini soruşur və burada fikir versək ki, burada vahidlər fərqlidir. Deməli, 420 santimetri mən çevirməliyəm nəyə? Metrə. Metrə çevirdi, yəni 100-ə böləcəm. 4,2 metr. Sahəni soruşduqda isə 4,2-ni vururam 6-ya. Bizə eləyəcək 25,2. Düzbucaqlının uzunluğu 150 mm və sahəsi 75 kvadrat santimetrsə enini millimetrlə ifadə edin. Baxaq biz burada deməli nə etməliyik? Sahə verilib. Sahənin gəlin çevirək. 75 kvadrat santimetrimiz. 1 santimetrimiz 10 millimetrdir. Kvadratik metrlə ifadə millimetrə çevirdikdə isə 100-ə vuracaq. Yəni 7500 kvadrat millimetr olacaq. Enini tapdıqda isə sahəni bölürük uzunluğa. Yəni 7500-ü böləcəyik 150-yə. Aha, burada sıfırlarımızı apardıq. 75-i də 15-ə böləndə 5, yanına da sıfırımızı əlavə edirik. 50 millimetr. 3 kvadratın birləşməsindən ibarət olan fiqurun perimetri 24 santimetr olarsa, sahəsi neçə kvadrat santimetr olar? Deməli, baxın dostlar, burada tərəflər bərabərdir. Baxın, bura adısa, burada adı, burada adı, onda bura olur 3A. Bura isə adı. Perimetr dediyinə görə toplayıb 2-yə vurmalıyıq da, düzdürmü? Yəni 2 vurulsun, 3A üzərinə gəlsin A, bərabərdir 24-ə. Burada 4A bərabərdir. 24-ü 2-yə böldükdə 12, A da bərabərdir 3-ə. Bizim deməli yerinə qoysaq, bizim bu uzunluğumuz nə qədərdir? 9 olacaq. Çünki 3 vurulsun 3 götürürük. Bax, bura 9-dur. Bu tərəfimiz isə 3-dür. 9-u da 3-ə vuranda 27 olacaq. Cavab D-bəndir. Hər birinin sahəsi 25 kvadrat santimetr olan kvadratı yan-yana qoyulub. Alınan böyük düzbucaqlının perimetrini tapın. Deməli, bizdə kvadratların hər biri 5, 25-dir. Yəni, A kvadratı 25-dir. 25 götürürük. A da bərabərdir 5-ə. Baxın, burada nə qədər var? 1, 2, 3, 4, 5. 25. Bura oldu 25. Bura isə 5-dir. Perimetr dedikdə isə biz 2 vurulsun. 25 üzərinə gəlinsin 5. 32-yə vuranda eləyəcək 60. Cavab A bəndi. Şəkildə hər birinin sahəsi 25 kvadrat metr olan 3 kvadrat yan-yana qoyulmuşdur. Bu deyimli qaydada A kvadratımız 25 götürürük. 25 götürürük. A da bərabərdir 5-ə. 3 dənə eyni kvadrat olduğuna görə bura olacaq 15, bura olacaq 5. Perimetr dedikdə isə 2 vurulsun. 15 üzərinə gəlinsin 5. 20, 20-ni də 2-yə vuracaq. Cavab olacaq 40 metr. Cavab C bəndidir. Tərəfinin uzunluğu 16 cm olan bərabər tərəfli üçbucağı ilə kvadratın perimetri bərabərdir. Aha, əvvəlcə biz bərabər tərəfli üçbucağın perimetrini taparıq. 3 tərəfi də bir-birinə bərabər olduğuna görə 16-nı 3-ə vuruq, 48 eləyir. Və bu da tərəfi bərabər olan kvadrata bərabərdir. Yəni 4A-ya bərabərdir. Buradan A nəyə bərabər olacaq? 48-i 4-ə bölsək 12. Tapdıq ki, kvadratın tərəfi 12-dir. Cavab B bəndi. Sahəsi 60 kvadrat santimetr olan düzbucağın tərəfi aşağıdakılardan hansı ola bilməz? Yəni vurduqda 60 eləməlidir. Baxın, bizə elə 20-ni ona vursaq 200 eləyəcək. Yəni biz bilirik ki, tərəfin uzunluğunun hasilidir. Cavabımız olacaq elə A bəndi. Tərəfin uzunluğu 16 cm və 4 cm olan düzbucaqlı ilə kvadratın sahəsi bərabər olarsa, kvadratın tərəfini tapın. Düzbucaqlının sahəsi enin uzunluğunun hasilidir. Yəni S bərabərdir 16 vurulsun
4, 64-ə. Deməli, kvadratın sahəsi isə A kvadratı bərabərdir 64-ə. A da bərabərdir 8-ə. 8 bizə nəyi soruşur? Tərəfi soruşur elə. Cavab A bəndi. Sahəsi 72 olan 72 kvadrat santimetr olan düzbucaqlının tərəfləri aşağıdakılardan hansı ola bilməz? Yenə də hasili 72 olmalıdır. Baxın, 6 vuraq 12 72 edir. Bu getdi ödəyir. 2 vuraq 36 72 ödəyir. 4 vuraq 24 isə 96 eləyir. Deməli, cavabımız olacaq C bəndi. 8 vuraq 9 da 72 eləyir. Cavab olacaq 40-da C bəndi. Tərəflərin uzunluqları 2 sm və 6 sm olan 3 eyni düzbucaqlının birləşdikdə bir kvadrat alınır. Alınmış kvadratın sahəsini tapın. Baxın, burada siz necədir? 3 dənə eyni... Bax, burada da bura 6 olsun. Bura isə 2 olsun. Mən bundan 3 dənəsini çəkirəm. 2, 3. Baxın, bura 2 olduqda, baxın, 2, 2, 2. Onda bu tərəf isə cavab neçə olacaq? Olacaqmı? 6. 6, 6. Yarandı bir dənə kvadrat. Kvadratın da sahəsi olacaq. 6 vurulsun. 6, 36 kvadrat santimetr. 42-də perimetri 70 olan düzbucaqlı formalı bağçanın uzunluğu enindən 3 metr çoxdur. Düzbucaqlı formasındadırsa, deməli birini x götürdüksə, digərini isə x plus 3 götürəcəyik. Perimetr deyildə toplayıb, 2-yə vururuq, bərabərdir 70-ə. 2x üzərinə gəlsin 3, 72-yə böldükdə 35, 35-dən 3-ünü çıxırıq 32, 2x bərabərdir 32-yə, x də bərabərdir 16-ya. Deməli, eni bizdə 16, x plus 3 də bu deyir, 16-nın da üstünə 3 gəndə 19. Sahə dedikdə isə 19-u vururuq 16-ya, eləyəcək 304. Yəni, cavabımız A bəndi. Perimetri 38 metr olan düzbucaqlı formalı bağçanın uzunluğu enindən 5 metr çoxdur. Yenə də eyni qaydanı tətbiq edirik. Birini x götürdükdə digəri olacaq x plus 5. Perimetr deyilir, toplayıb 2-yə vururuq, bərabər qoyuruq 38-ə. Toplayanda 2x üzərinə gəlinsin 5, 38-i 2-yə bölürük 19, 2x də bərabərdir 19-dan 15-in çıxanda 14, x də bərabərdir 7-yə. X plus 5-i tapanda isə, yəni 7-nin də üstünə 5 gəlirəm, eləyir 12. Sahəni soruşur bizdən, 12-ni də 7-yə vururam, 84 kvadrat metr olmuş olacaq B bəndi. Daha sonra 44-cü suala gəlirik. Fuad şəkildə verilmiş formada torpaq sahəsi aldı. Onun aldığı sahənin perimetrini tapın. Perimetr nə idi? Tərəflərinin cəmidir. Baxın dostlar, bura 2-dir. 4. Aha, buranı tapaq. Buna necə tapırıq? Baxın, bura 2-dir. Bura 6-dır. Bütöv sahədə tərəfdə 11-dir. Düzdürmü? 11-dən çıxıram 2 ilə 6-nın cəmin. Eləyəcək neçə? 3. Deməli, burada 3-dür. Bura 4-dürsə, burada 4 sayılacaq. Bura 10, daha burada 10 eləyir. İndi tərəflərinin cəmini tapaq. Yəni, bizdə olmuş olacaq 10 üzərinə gəlinsin. Elə bütövi götürək 11. Bunu yuxarıdan sayıram. 11. Sonra bura 4, bura 4. Bu da 10. Burada 11. 10, 11, 21, 25, 29, 39, 39 da 11 gələndə 50 santimetr olur. Yəni A bəndi. 45-də deyir şəkildə verilmiş əsasən düzbucaqlı aşağıdakı rənglənmiş hissənin sahəsi neçə kvadrat metrdir. Rənglənmiş hissənin sahəsini tapmaq üçün biz əvvəlcə böyük düzbucaqlının sahəsini tapırıq. Deməli 12-ni vurduq 7-yə. Daha sonra kiçiyinin sahəsini tapırıq. 5 vurulsun 3-ə. Rənglənmiş hissənin sahəsini tapmaq üçün çıxmaq lazımdır. 12-ni 7-yə vurduq 84. 84-dən də çıxıram 15-in. Cavab eləyəcək 69. D bəndi. Şəkildə bağın sahəsi nə qədərdir? Sahəni tapmaq üçün mən nə edirəm dostlar? Baxın, bunu birləşdirirəm. Bunu birləşdirdə əvvəlcə mən nə edəcəm? Bayaqçı kimi böyük düzbucaqlının sahəsini tapıram. 12 vurulsun 8.
Buradan kəsdiyim hissə hansıdır? Bax, bura 4. Bura nə qədər qalır? Uzunluğa deməli 3-dürsə, burada 5 düşür. Nədən bildik? 8-dən 3-ünü çıxıram 5. Burada olur 5 vurulsun 4. Yəni bax, bu hissəni kəsib götürdüm. 12-ni 8-ə vuranda 96, 5 dəfə də 4-ündə 20, çıxanda isə 76. Cavab C bəndir. Murad dayı şəkildə verilmiş formada torpaq sahəsi aldı. Onun aldığı torpağın sahəsini tapın. Yenə də eyni qaydanı tətbiq edirik. Biz buranı birləşdirsək, böyük düzbucaqlının sahəsindən, yəni uzunluğu 11, eni 10 alandan alındığımız, bax, bura 4, burada 3. Uzunluğu 4, eni 3 olan düzbucaqlını kəsib götürdüyümüz hissəni çıxırıq. Yəni 4 vurulsun 3. 110. 110-dan da çıxıram 12-sin. Cavab eləyəcək 98 kvadrat metr. Cavab C bəndir. Şəkildə verilmiş hissənin sahəsi neçə kvadrat metrdir? Yenə də eyni qaydada hər birində 15 vurulsun 8-dən çıxırıq 4 vurulsun 7-nin. 15-i 8-ə vuranda deməli eləyəcək 120. 120-dən çıxırıq 28-in. Cavab eləyəcək 92. B bəndi. Şəkildə fiqurun sahəsini hesablayın və nəticəni kvadrat santimetrlə yazın. Aha, yazaq. Deməli, bax, burada biz bunu ayıracaq 3 dənə düzbucaqlıya. Bura 4, bura isə 5-dir. Burada eyni qaydada, eyni sahədir. Buranın sahəsini tapsaq nə qədər eləyəcək? 5 vurulsun 4. Bundan 2 dənə olduğuna görə, biri bu, biri də bu olduğuna görə bunu vururam 2-yə. Eynidir, yəni sahələr. Burada isə uzunluğu 15, eni isə nə qədərdir? Eni isə baxın 3, 5, buradan burada 2. 3, 5, 8, 8, 2, 10. 10. 15-i vururam 10-a. 5 dəfə 4-ün 20, 20-ni də 2-yə vuranda 40, 15 vuranda 10, 150. Bu da verir bizə 190 kvadrat santimetr. 50-ci suala baxırıq. Uzunluğu 6,5 metr, eni isə 4,5 metr olan otağa hər tərəfdən 60 santimetr boş yer qalmaqla xalça salınmışdır. Otağın xalça ilə örtülməyən hissəsini tapın. Deməli, biz burada nə edirik? Baxın, siz necədir bu? Bir düzbucaqlı çəkin. Məsəl üçün, siz xalça sərmisiniz otağa da, düzdür? Bax, buradan da məsafə var. Bax, buradan da məsafə var. İndi mən də yaxşı düzünü çəkmədim məsafələr. Baxın, eyni məsafələrdir. Yəni, buradan 60 santimetrimiz neçə metrdir? 0,6 metrdir, düzdürmü? Yəni, mən buradan 0,6 kəsəndə, buradan da 0,6 kəsirəm. Onda məndə, bax, buranın sahəsi olur 6,5 tərəfi. Burada olur 4,5. Aha. Biz tapaq əvvəlcə biz neyiniyək? Deməli, tapaq xalçanın uzunluğunu və enini. 6,5-dən mən çıxaram. Hər tərəfdən kəsdiyimə görə 2 vurulsun 0,6-nı. Neçə eləyəcək? 6,5-dən çıxıram 1,2-ni. Eləyir 5,3. Digər tərəfdən 4,5-dən çıxıram 2 vurulsun, bu çıxmadı. 2 vurulsun 0,6-nı. Yenə də 4,5-dən çıxıram 1,2-ni. Eləyir 3,3. Bizdə nədir? Örtülməyən. Örtülməyən hansıdır? Baxın, bu hissədir. Bura örtülməyən hissəni tapmaq üçün yenə də biz bütövün sahəsindən, yəni 6,5 vurulsun 4,5 çıxırıq 5,3 vurulsun 3,3-ə. Bunu hesablayaq. 6,5-i vursaq 4,5-ə eləyəcək bizdə cavab 29,5.
29,25 çıxılsın. 5,3 vurulsun. 3,3 eləyəcək 17,49. İndi biz də bundan çıxırıq. Deməli, çıxsaq 11,76. Cavab olacaq bizdə D bəndə. 51-ci suala baxırıq. Deməli, bizə deyir ki, ölçüləri 1 sm olan bərabər hissələrə bölünmüş xanaların üzərində çəkilmiş üsbucağın sahəsini tapın. Deməli, biz üsbucağın sahəsini tapmaq üçün sahə düsturumuz S bərabərdir. A vurulsun HA bölünsün 2-dir. Tətbiq etmək üçün yazırıq. A-nın qiymətini tapaq. Bax, bura neçədir? Tapaq 3, 6-dır. Düzdürmü? Tərəfimiz 6-dır. Hündürlüyümüz neçədir? Deməli, təpədən çəkilmiş hündürlüyümüz. Baxdamaları saysaq 4-dür. 6-nı 4-ə vururuq, bölürük 2-yə. Eləyir bizdə cavab 12. B bəndi. 52-də ölçüləri 1 sm olan bərabər hissələrə bölünmüş xanaların üzərində çəkilmiş üsbucağın sahəsi. Burada fikir versək ki, bu üsbucaq necə üsbucaqdır? Körbucaqlı üsbucaqdır. Körbucaqlı üsbucaqda da ki, hündürlük hara düşür? Kənara düşür də. Baxın, bura düşəcək. Aha, biz bu damanı ölçək 1, 2, 3. Hündürlüyümüz nə qədərdir? 2, 5. Burada olacaq 5. Deməli, tərəf 3-dür. Tərəfə çəkilmiş hündürlük 5-dir. Onu da bölürük 2-yə. 7,5 eləyəcək. Kvadrat santimetr. Bəli, A bəndi. Üçbucağın tərəflərindən biri 5 və bu tərəfə çəkilmiş hündürlüyü 6 sm olarsa sahəni tapın. Deməli, tərəfə çəkilmiş hündürlüyün yarısına bərabərdir sahəmiz. 5 vurulsun 6 bölünsün 2. Cavab eləyəcək 15 debəndi. Üçbucağın tərəflərindən biri 7 və bu tərəfə çəkilmiş hündürlüyü 12 sm olarsa sahəsini tapın. 7 vurulsun 12 bölünsün 2. Cavab eləyəcək 42. C bəndi. Katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın sahəsini tapın. Düzbucaqlı üçbucağın sahəsi katetlərin hasilinin yarısına bərabərdir. Katetlərin hasilinin yarısı 6 vurulsun 9 bölünsün 2. Cavab eləyəcək 27. C bəndi. 56 katetləri 8 və 10 sm olan düzbucaqlı üçbucağın sahəsi yenə də katetlərin hasilinin yarısı. 8 vurulsun 10 bölünsün 2. Cavab eləyəcək 40 kvadrat santimetr. 57-yə baxırıq. Katetləri 10 və 11 olan düzbucaqlı üçbucağın sahəsi yenə də eyni qaydadır. 10 vurulsun 11 bölünsün 2. 110, 110-u da 2-yə böləndə 55 kvadrat santimetr. Katetləri hasili 80 kvadrat santimetr olan düzbucaqlı üçbucağın sahəsini tapın. S bərabərdir. Katetlərin hasili yarısı olduğuna görə 82-yə bölürük. 40 kvadrat santimetr. Şəkilə əsasən düzbucaqlı üçbucağın sahəsini tapın. Katetlərin hasilinin yarısı, yəni 3, 4 bölünsün 2. Bu da eləyəcək cavab 6. Sahəsi 12 olan kvadrat santimetr olan düzbucaqlı üçbucağın katetlərindən biri 5-dir. Digər kateti tapın. Deməli, katetlərin hasilinin yarısına bərabərdir. 5 vurulsun digər kateti bölünsün 2 bərabərdir 12. Buradan K-nı tapmaq üçün 12-ni 2-yə vurub bölürük 5-ə. 24-ü də 5-ə böləndə 4,8 eləyəcək. Düzbucaq əmələ gətirən 15 mm və 12 mm olan düzbucaqlı üçbucağın sahəsini tapın. Düzbucaq əmələ gətirən tərəfləri, yəni katetləri bizə deyir. Deməli, bizdə tapsaq, S bərabərdir nəyə? 15 vurulsun 12-yə. Bölürük 2-yə. 12-ni 2-yə böldükdə 6, 6-nı da 5-ə vuranda 90. 90 nə? Kvadrat millimetr. Bizdə də 1 metrimiz 1 metrimiz neçə millimetrdir? Yazaq onu. 100 deməli, 1000, 10.000, 1 milyon. Bəli, 1 milyon. 1 milyon. Aha, milyon. Burada kvadrat olacaq. 1 kvadrat metrimiz deməli 1 milyon kvadrat metrdir.
90-ı bölsək biz milyona, deməli, cavabımız eləyəcək D bəndi. 61-də D variantı olmuş olacaq. Sonra baxırıq 62-ci suala. Şəkilə əsasən rənglənmiş hissənin sahəsini tapın. Baxaq biz burada. Rənglənmiş hissənin sahəsi. Deməli, bura 4-dür. Qarşı tərəflər bir-birinə bərabərdir. Bura 4-dürsə, onda bura qalır 2. Bura 3-dürsə, bu da 3-dür. Bizdə yalandan 3 bucaq isə, yaranan 3 bucaq, düz bucaqlı 3 bucaqdır. Yenə də 3 vurulsun 2, bölünsün 2 düzsünlə tapılır. Bu da eləcə cavab 3C bəndi. Üçbucağın sahəsi 36 olarsa, onun 9 sm olan tərəfinə çəkilmiş hündürlüyü tapın. Yəni 9 vurulsun H, bölünsün 2, bərabərdir 36. Deməli, cavabımız eləyəcək. 36-nı 2-yə vurduq, 72. 72-ni də 9-a bölürük, 8. AC 8-dir. BD 6 olarsa, şəkilə əsasən rənglənmiş hissənin sahəsini tapın. Yenə də baxın, BAC necə üçbucaqdır? Körbucaqlı üçbucaqdır. Yəni, tərəf ona çəkilmiş hündürlük isə kənara düşür. 8 vurulsun 6, bölünsün 2. Cavab eləyəcək 24C bəndi. Bərabəryanlı düzbucaqlı üçbucağın kateti 18-dir. Bərabəryanlı düzbucaqlı üçbucaq deyəndə bunun katetləri bir-birinə bərabərdir. Yəni 18 vurulsun 18 bölünsün 2. 18-i də 9-a vuranda 162 edəcək. Sahəsi 42 kvadrat santimetr olan düzbucaqlı üçbucağın hipotenuzu 14-dür. Hipotenuza çəkilmiş hündürlüyünü tapın. Hipotenuza baxın, elə bu üçbucaq üzərində başa salın. Baxın, bura hipotenuzdirsə, buna çəkilmiş hündürlük də belə. Yəni 14 vurulsun H, bölünsün 2, bərabərdir 42-yə. H da bərabərdir 6-ya. Cavab B bəndi. Üçbucağın uzunluğu 15 cm, tərəfinə çəkilmiş hündürlüyü isə 8-dir. Bu üçbucağın uzunluğu 10 cm olan hündürlüyünün çəkildiyi tərəfin uzunluğunu tapın. Yəni, biz sahələri bərabərləşdirəcəyik. Yəni, 15 tərəfinə çəkilmiş hündürlük nə qədərdir? 8-dir. 15-i vurduq 8-ə bölürük 2-yə. Bu üçbucağın 10 tərəfinə çəkilmiş hündürlüyü isə H-dır. Bölürük 2-yə. Baxın, burada cavab 2-lər getdi. 15-i 8-ə vuranda 120, 120 də bərabərdir 10 H-dırsa, H da bərabərdir 12-yə. Cavab C bəndi. Üçbucağın uzunluğu 18 cm olan tərəfinə çəkilmiş hündürlüyü X-dir. Hündürlüyü X, uzunluğu 15 cm olan tərəfinə çəkilmiş hündürlüyü isə X plus 1 olarsa, X-i tapın. Yenə də qaydadan istifadə edirik, sahələri bərabərləşdiririk. 18 tərəfinə çəkilmiş hündürlüyümüz X-dirsə, bölürəm 2-yə, bərabərdir. 15 tərəfinə çəkilmiş hündürlüyüm yenə də X plus 1 bölünsün 2-dir. 2-lər ixtisar getdi, qaldı yerdə 18x, bərabərdir. Mörtəzəni burada vurub açıram. 15x, 15x, üzərinə gəlsin 15. X-ləri bir yerə yığıram. 18x-dən çıxıram. Baxın, 15x işarə dəyişir. Bərabərliyin sağ və sol tərəfinə keçəndə işarə dəyişir. Bərabərdir 15-ə. 3x bərabərdir 15. X də bərabərdir 5-ə. Bizdən də x-i soruşurdu. Cavab A bəndi. ABC üçbucağının hündürlüyü BD, D nöqtəsi AC tərəfini AD bölü DC 3 bölü 2 nisbətində bölür. AC bərabərdir 20 olarsa, ABD-nin perimetri 36-sa, ABC üçbucağının sahəsini tapın. Bütövrün sahəsini soruşur. Bizə nə lazımdır? Bizə hündürlük lazımdır. Yəni BD. BD-ni də hardan tapacağıq? ABD üçbucağın perimetrini. Baxın dostlar, AD DC nisbətində 3 bölü 2 nisbətində isə, deməli 3x üzərinə gəlsin 2x-dir bu. 3x üzərinə gəlsin 2x də 3x üzərinə gəlsin 2x bərabərdir 20-yə. Buradan 5x bərabərdir 20-yə, x də bərabərdir 4-ə. Deməli, 3x buradırsa, bizə bura nə qədər olacaq? 12 olmuş olacaq, düzdürmü? Bura olacaq 12. Bura isə 8. Baxaq, ABD üçbucağının perimetri 36-dır. Baxın, ABD buradır. 15, 12 üzərinə gəlinsin BD bərabərdir 36 olarsa,
36-dan da biz 27-sini çıxsaq, bizə BD verəcək bizə neçə? 9-a. Deməli, hündürlüyümüz 9-dur. ABC üçbucağının sahəsini soruşur. Tərəfimiz 20-dir. Sahə 20-dir. 20-yə çəkilən hündürlük 9-dur. Böldük 2-yə. Cavabımız eləyəcək 90. B bəndi. Perimetri 90 sm olan bərabəryanlı ABC üçbucağında AB BC 25-dir. BD hündürlüyü 15 cm-dir. ABC üçbucağının sahəsini tapın. Bərabəryanlı üçbucaqda yan tərəflər bərabər olduğundan, baxın, bura 25-dirsə, burada 25-dir. Deməli, bura nə qədər qalır? 90-dan biz çıxacağıq. 25-in üzərinə gəlsin, 25-in cəminə. 50, bu da elədir 40. Deməli, oturacağımız 40-dır. Oturacaq 40-dırsa, bu tərəfə də çəkilən hündürlüyümüz 15-dir. Yəni 15, bax belə hündürlük. Sahəni necə tapırıq? S bərabərdir. 40-ı vururuq 15-ə, bölürük 2-yə. 20-ni də 15-ə vuranda 300. Cavab C bəndi. Perimetri 50 sm olan bərabər yanlı ABC üçbucağının AB BC 13-dür. BD hündürlüyünü tapın. Yenə də eyni qaydadır. 50-dən çıxacağıq. Yenə də eyni şəkildə çəkirik. 50-dən çıxırıq. 2 13-ün cəmini. Aha, 26, 24. Deməli, oturacağımız bizdə 24-dür. Sahəni tapanda 24-ü vuracağıq. Tərəfə çəkilmiş hündürlük isə 5-dir. Böldük 2-yə. Cavab eləyəcək 60. Nəysə, səhvimi yazdım. Yox, içini baxaq görək. 26-dən çıxanda, 50-dən 26-sını çıxanda 24-ü qalır. Bəli, 24-ü də 5-ə vururuq. Bölürük 2-yə. 12, 24-lə 2-ni aparanda 12 düşür. 12-ni də 5-ə vuranda 60. Yəqin ki, cavab yoxdur. Cavab 60-dır. Ölçüləri 1 sm olan bərabər hissələrə bölünmüş xanaların üzərində çəkilmiş paralleloqramın sahəsini tapın. Paralleloqramın sahəsini tapmaq üçün deməli tərəfimiz nə qədərdir? 2, 5-dir də. Tərəfimiz oldu 5. Hündürlüyümüz neçədir? 2. Yəni 5 vurulsun 2. Paralleloqramın da tərəf-tərəfə çəkilmiş hündürlüyün hasilidir. 10 kvadrat santimetr. Tərəflərindən biri 7, 17 və bu tərəfə çəkilmiş hündürlüyü 8-dir. Deməli, paralleloqramın sahəsi tərəf-tərəfə çəkilmiş hündürlüyü olduğuna görə yazırıq 17 vurulsun 8. Deməli, cavabımız olacaq 136 kvadrat santimetr. Cavab D bəndi. Tərəflərindən biri 6, bu tərəfə çəkilmiş hündürlüyü 5-dirsə, yəni S bərabərdir. 6 vurulsun 5. 30 kvadrat santimetr. Paralleloqramın tərəflərindən 9 və 18 kvadrat santimetrdir. Paralleloqram böyük tərəfinin hündürlüyü, böyük hündürlüyünü 8 olarsa, kiçik hündürlüyünü tapın. Yadınızda saxlayın ki, böyük hündürlüyü kiçik tərəfə çəkilir. Kiçik hündürlük isə böyük tərəfə çəkilir. Yəni 9-u vursan 8-ə, bu bərabər olacaq 18 vurulsun h-a. Yəni kiçik hündürlüyə. Buradan da h da bərabərdir. 9 və 8-in 72. 72-ni də 18-ə bölürəm. Eləyir 4. A bəndi. Paralleloqramın tərəfləri bizdə 16 və 12 santimetrdir. Bu paralleloqram böyük hündürlük. Yenə dedim, böyük hündürlük kiçik tərəfə çəkilir. Yəni 12 vurulsun 8-ə. Bərabər olur 16 vurulsun h-a. H da bərabərdir. 12-ni 8-ə vuranda 96. 96-nı da bölürəm 16-ya. Cavab eləyəcək 6 santimetr. C bəndi. 77. Paralleloqramın tərəfləri 9, 12-dir. Bu paralleloqramın böyük hündürlüyü. Böyük hündürlük hara çəkilir? Kiçik tərəfə. Kiçik tərəfimiz isə 9-dur. 9 vurulsun 4-ə. Bərabərdir 12 vurulsun h-a. H da bərabərdir. 36-nı bölürəm 12-yə. Cavab eləyəcək 3 santimetr. D bəndi. Hündürlükləri 3 və 4 santimetr olan perimetri isə 28-dir. Paralleloqramın sahəsini tapın. Deməli, biz bilmirik paralleloqramın tərəfləri nə qədərdir. Bunu necə hesablayacağıq? 2 vurulsun A üzərinə gəlinsin B bərabərdir 28.
Buradan A plus B nəyə bərabərdir? 28-i 2-yə böləndə 14. Burada əvəzləmə hesablayırıq. A bərabərdir 14 çıxılsın B. Aha, yazarıq. Məsələn, A tərəfinə çəkilən hündürlüyü götürək 3. Yəni A vurulsun 3. B tərəfinə çəkilən hündürlüyü isə bizdə olacaq 4 vurulsun B. İndi A-nın qiymətini yerinə yazsaq, 3 vurulsun, 14 çıxılsın B bərabərdir 4B-yə. 3-ü 14-ə vuranda 42, 42 çıxılsın 3B bərabərdir 4B-yə. 7B bərabərdir 42-yə, B də bərabərdir 6-ya. Aha, tərəfin birini tapdıq. Bizdən də sahəni soruşduğuna görə elə 4B-dən, bax bu hissədən istifadə edəcəyik, 4B-dən. 4-ü də vurduq 6-ya. Sahəyə yazaq, qarşı olmasın. S də bərabərdir nəyə? 6 vurulsun 4-ə. Eləyəcək 24. Cavabımız D bəndi. Keçək 79-cu sualımıza keçirik. 79-cu sualda bizə bildirilir ki, ABC üçbucağının sahəsi 12 isə ACD üçbucağının sahəsini tapın. Baxaq görək necə alınıb bu. ABCD paralelogramını çəksək, adlandıraq. ABC ACD üçbucağının sahəsini soruşur. Buranın sahəsi verilib bizdə 12-dir. Yadınızda saxlayın ki, AC diaqonaldır. Diaqonal paralelogramın sahəsi bərabər olan iki üçbucağa ayırır. Yəni bura 12-dirsə, avtomatik burada 12 olmuş olacaq. A bəndi. Hündürlüyü 4 və 6-dır. Perimetri 30 sm olan paralelogramın sahəsini tapın. Bu da bayaqçı qaydanı tətbiq edirik. Yenə də yazarıq 2 vurulsun. A üzərinə gəlinsin B bərabərdir 30-a. A üzərinə gəlinsin B bərabərdir 15-dirsə, A da bərabərdir 15 çıxılsın B-yə. Yəni biz bir dəfə yazsaq ki, bu 4A bərabərdir 6B-yə. A-nın qiyməti 15 çıxılsın B-dir. Yəni 4 vurulsun 15 çıxılsın B-yə. Bərabərdir 6B-yə. Vurub atsaq, 60 çıxılsın 4B bərabərdir 6B, 10B bərabərdir 60-a, B də bərabərdir 6-ya. Sahəni soruşur bizdən, sahə də bizdə 6B-dir, S də bərabərdir 6B, yəni 6 vurulsun 6, cavab eləyəcək 36. Cavabımız da olacaq burada D bəndi. Keçək 81-ci suala. Paralelogramın tərəfləri 24 və 16-dır. Bu paralelogramın hündürlükləri 7,5 və 5 cm olarsa sahəsini tapın. Burada hər iki tərəfi verir və hər iki hündürlüyü verməkdə məqsəd biz bu hündürlükləri düzgün yerinə qoymağımızdır. Biz demişdik ki, böyük tərəfə çəkilən hündürlük kiçik olur. Kiçik tərəfə çəkilən hündürlük isə böyük olur. Böyük tərəfimiz 24 olduğundan ən kiçik hündürlüyümüz də 5 olacaq. 24-də 5-ə vursaq, cavab eləyəcək 120 kvadrat santimetr. Yəni C variantı. Paralelogramın tərəfləri 20-16-dır. Bu paralelogramın hündürlüklərindən biri o birindən 3 cm böyükdür. Aha, biz bilirik ki, böyük tərəfə hündürlüyünü götürək, birinin x götürək, birini də götürək x plus 3. Baxın, ən böyük hündürlük hansıdır? X plus 3-dür. X plus 3 hansı tərəfə çəkilir? Bəli, kiçik tərəfə çəkilir. Yazarıq ki, 16 vurulsun, x üzərinə gəlsin 3. Bəs yaxşı, 20-yə çəkilən hündürlük hansı olacaq? Kiçik hündürlük. Möhtəsəm vurub atsaq, 16x üzərinə gəlsin 48 bərabərdir 20x-ə. 20x-dən biz 16x-in çıxırıq, bərabərdir 48-ə. 4x bərabərdir 48, x də bərabərdir 12. Sahəni soruşur, 20-ni 12-yə vurarıq. Eləyəcək 240. 240 kvadrat santimetr. 83-cü suala baxırıq. Tərəfi 19 cm və hündürlüyü 10 cm olan rombun sahəsi yenə də eyni qaydadır. S bərabərdir A vurulsun H-dır. Yəni 19-u 10-a vuracağıq, eləyəcək 190.
Cavab C bəndi. Tərəfi 11 və hündürlüyü 6 olan rombun sahəsi S bərabərdir. 11-i vurarıq 6-ya, eləyəcək 66 kvadrat santimetr. Perimetri 60 santimetr olan rombun hündürlüyü 7-dirsə, onun sahəsini tapın. Rombun perimetri 60-dır. Tərəfi tapmaq üçün 60-ı bölərik 4-ə. Yəni 4 tərəfi də bir-birinə bərabər olduğundan 15. Sahə isə tərəf-tərəfə çəkilmiş hündürlük olduğuna görə 15-i 7-yə vursaq, cavab eləyəcək 105. Yəni cavabımız C bəndidir. Perimetri 56 olarsa, deməli, rombun bütün tərəfləri bir-birinə bərabərdir. A-nı bərabərdir. 56-nı bölərik 4-ə. Eləyəcək 14. Sahə nəyə bərabərdir? 14-ü vururuq hündürlüyə. Tərəf-tərəfə çəkilmiş hündürlüyün hasili. 14-ü də 5-ə vuranda cavab eləyəcək 70. A bəndi. Perimetri 68 olan rombun sahəsini tapın. A nəyə bərabərdir? Yenə də 68-i bölürük 4-ə, bərabərdir 102. 68-i 4-ə böləndə neçə düşdü? 17. Deməli, tərəfimiz 17-dir. Hündürlüyümüz H-dır. Bərabər qoyuruq 102-yə. H da bərabərdir 6-ya. Bəndi. Perimetri 92 cm olarsa, rombun sahəsini tapın. Deməli, A bərabərdir. 92-ni bölürük 4-ə. Bizə verəcək 23. 23 vurulsun H bərabərdir 161-ə. H da bərabərdir 7-yə. Cavab C bəndi. Eni 8, uzunluğu 15 olan düzbucaqlı formalı döşəməyə 20 sm və bu tərəfə çəkilmiş hündürlüyü 5 sm olan parketdən ən azı neçəsini istifadə etmək olar. Deməli, nə edirik burada? Deməli, biz əvvəlcə burada bu düzbucaqlının sayəsini tapırıq. Neçə olacaq? 8-i vuracaq 15-ə. 8-i 15-ə vuranda 120 kvadrat metr. Burada da santimetrlə olduğuna görə gəlin bunu santimetrə çevirək. 1 metrimiz 100 santimetrdir. 110.000. Deməli 100 yanına da 4 dənə 0 yazırıq. Kvadrat santimetr. Daha sonra isə tərəf-tərəfə çəkilmiş hündürlüyü 5 cm isə bunun sayəsini tapırıq. 20 vurulsun 5-ə. Burada artıq olur 100 kvadrat santimetr. Və biz bunu bölürük. Bölürük 100-ə. 100-ə böləndə hər iki tərəfdən sıfırlar gedir. Qalır yerdə cavab 12.000. Cavab C bəndi. Eni 6, uzunluğu 10 metr olan düzbucaqlı formalı döşəməyə tərəfi 40 cm və hündürlüyü 10 cm olan parketdən ən azı neçəsini istifadə etmək olar. Deməli, yenə də sahə tapılır. 6 metri biz vururuq 10 metrə. Elədi 60 kvadrat metr. Bunu da çevirsək, alınacaq bizdə, nə alınacaq bizə? 600.000 kvadrat santimetr alınacaq. Digərinin sahəsini tapsaq, 40 santimetri vururuq 10 santimetrə. Bizə verəcək bu 400 kvadrat santimetr. Və ən az neçəsi alınlar dediyinə görə bölürük. 600.000 bölünsün 400. Sıfırlar getdi. Bunu böləndə isə alınır bizə 1500. Cavab B bəndi. Bu da 90-cı sualımız idi. Axırıncı sualdır. Buyurun, uğurlar sizə.